Esselamu aleyküm, değerli Müslümanlar, değerli xalqım, değerli millətim. Bizim millətimiz, bizim xalqımız çox dəyərli, çox qiymətli, çox kültürlü bir millətdir. Evet, Allahu Teala yəni bizlərə bir çox şeylər lütf etmişdir. Bu texnoloji bilə Allahu Teala'nın bir lütfüdür. Fakat bunu insanlar pis yolda istifadə edərsə Allahın qazabına dönər. Amma gözəl yolda istifadə edərsə Allahu Teala'nın rəhmətinə dönər. Bu YouTube'dur, Instagram'dır, TikTok'dur. Özellikle de Azərbaycanda TikTok daha çox istifadə olunur. Yəni bir şey, bir xalqın, bir millətin arasına istər pis, istər yaxşı, daha çox yaymaq üçün sosial media ən rahat vasitədir. İndi biz burada söhbətlər yayınlayırıq. İnşallah Allahu Teala'ya hamd olsun. Bir nöqsan varsa bizdəndir, bir gözəllik varsa Allahdandır. Allahu Teala da elhamdülillah bizə gözəlliyi təbliğ eləməyi lütf eləyibdir. Allaha hamd olsun ki Allahdandır. Bizdən deyil. Fakat bu sosyal medyaya, bu TikTok'a girdiğimiz zamanda, işimizi gördüğümüz zaman çok ürək üzücü durumlarla karşılaşırıq, videolarla karşılaşırıq. Ki sosyal medyada yayınlanan toplumun qədərinə, toplumun əxlaqına çox ciddi bir şəkildə təsir etməkdədir. Ən çox topluma sosial media ilə nüfuz edilir. Çox üzücü bir durumdur ki, sıx-sıx qarşımıza xəyanət videoları çıxır. Yəni bir şeyi reklam eləsələr belə, hər hansı bir cihazı, hər hansı bir əşyanı reklam eləsələr belə, içinə muhaqqaq xəyanət soxurlar. İnsanların diqqətini çəkməkmi, yoxsa toplumun əxlaqına mənfi təsir etməkmi? Fərq etməz. Hər hansı bir xüsus olur olsun, insanlara mənfi təsir edirsə, bunun hansı amaçlı olduğu mühüm deyil. Mühüm olan təsir etdiyi nöqtədir. Yəni bunu eləyənlər əxlaqsızdır demirəm, bu başqa bir konu. Amma əxlaqsızlığı yaymaqdadırlar. Yəni şimdi əxlaqsızlıq istər kişi tərəfdən, istər qadın tərəfdən fərq etməz. Allahu Teala'nın qatında əxlaqsızlıqdır. Fakat bizim bir Azərbaycan milləti olaraq bizim kültürümüzdə əxlaqsızlıq kişiyə də yaraşmır, fakat qadına heç yaraşmaz. Baxırsan ki, sıx-sıx qarşımıza çıxır. Yəni xəyanət videoları, kişi xəyanət eləyir, qadın xəyanət eləyir. Yəni utanmadan nətər çəkirlər bu videoları? Bu videoları çəkənlərin evində qadını var, kişisi var, qızı var, anası var, bacısı var, bizim də var. Biz baxarkən utanırıq. Siz çəkərkən nətər utanmırsınız, ayıb deyilmi? Yəni bu kimi videolara dəyərli xalqım, dəyərli millətim, dəyərli insanlarımız, dəyərli kültürlü millətimiz, millətimin yanındayam. Elhamdülillah. Baxmayın, ciddiyə almayın, keçin. Eğer altına bir şey yazacaqsanızsa, ciddi bir şekildə ikaz şey yaz. Yəni belə söyüşlü bir şey demirəm. İkaz edici bir şey, bir nəsihət verin. Nə deyir Cenab-ı Allah Quran-ı Kerimdə? Kuntum xayra ümmətin uxrucət linnəs və təkmurunə bil məğrib və tənhəvnə ənil münkər və tü'minu billah. Siz ümmətlər içərisindən çıxarılmış ən xeyirli ümmətsiniz. Gözəlliyi, xeyri, yaxşı şeyləri öyrədər və pis şeylərdən də çəkindirərsiniz, nəsihət eləyərsiniz və Allaha iman edərsiniz. Belə durumlarda indi bu videonu çəkənləri tanıyırsınızsa yaxından, üz-üzə görüşməniz, danışmanız əgər mümkünsə bu şəkildə ikaz edin, hər hansı bir şəkildə mümkündür. Bizim də imkanımız bu şəkildə çatır. İnşallah, yəni bizim xalqımız təkrar edirəm, kültürlü, dəyərli bir xalqdır, dəyərli bir millətdir. Fakat beləsi durumlarla, beləsi içəriklər çəkməklə, beləsi qısa videolar çəkməklə əxlaqsızlığı yayıb da xalqımı, millətimi, devlətimi dünyada yayınlanır, dünyada sərgilir. Bütün Türk dillilər başa düşür yəni, anlayır bunu. Belə pis tanıtmaq bizə yaraşmaz. Yəni ayıb olsun sizə. Gözəl video çəkin, bir reklam çəkirsiniz, illa da xəyanətlə çəkmək məcburiyyətində deyirsiniz ki, başqa bir şəkildə çəkin. Əgər kafanız çalışırsa, kafanız, başınız yaxşı şeyə çalışsın. Niyə illa da xəyanət tərəfindən dolandırırsınız? Yəni sənə deyək, sənin axlın var, axlın başında varsa, sən xəyanət eləmə. Və sənin axlın başında yoxdur, xəyanət tərəfindən çəkirsən. Yaxşı bir şəkildə çək. Səndə də axıl var, bizdə də var, hər kəsdə var. Amma bu bilinçaltı olaraq zərrə-zərrə, mərhələ-mərhələ toplumun əxlaqını dəyişir. Ən çox sosial media. Çünki hər kəsin, insanların ən çox istifadə elədiyi vasitə sosial mediadır.
Evet, değerli xalqım, değerli millətim, böyüklərin əllərindən, kiçiklərin də gözlərindən öpərəm. Allah'a əmanət olun, səlamətlə qalın və elhamdülillahi rabbil alamin.